Ötən ilin dekabrın sonunda Azal'ın təyyarəsinin Qrozda vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi, daha sonra Yekaterinburq hadisələri ilə daha da qəlizləşməsi dövlət başçılarının birbaşa görüşünü labüd edirdi. Rusiyalı ekspertlərin fikrincə prezidentlər arasında proqnozlaşdırılan görüşün baş tutması və təyyarə qəzası ilə bağlı Moskva tərəfindən ətraflı izahatın verilməsi, eləcə də Rusiyanın məsuliyyəti öz üzərinə götürməsi prosesin məntiqi sonluğu idi. Azərbaycan, в первую очередь, конечно, президент Ильham Əliyev. Azərbaycan prezident İlham Əliyev istəyinə nail oldu. Böyük əzmkarlıq göstərə bildi. Mənə elə gəlir ki, düşənbədə baş tutan görüş ötən bu 10 ay ərzində ola bilsin ki, Yekaterinburq hadisələrindən sonra Bakı ilə Moskva arasındakı gərginliyin təyyarə qəzasına görə olmadığını düşünən skeptiklərə verilmiş ən yaxşı cavabı idi. Fikrimcə, düşənbə görüşündə səslənən fikirlər bu ilin fevral və ya mart ayında səslənməli idi ki, iki ölkə arasındakı ziddiyyət bu yerə gəlib çıxmasın. İndi münasibətlər normallaşmağa başlayır. Bu istiqamətdə addımların atılması sevindiricidir. Görüşdə Putin ətraflı şəkildə təyyarə qəzası ilə bağlı Rusiyanın mövqeyini açıqladı. Açıq-aydın görünürdü ki, Azərbaycan prezidenti bu mövqedən razı qalıb. Putin təyyarə qəzası ilə bağlı bütün məsələlərin həll olunacağını, baş verənlərə hüquqi qiymətin veriləcəyini söylədi. Bu faciəvi hadisə ilə bağlı mənzərə artıq aydınlaşıb. Faktiki olaraq prezidentlərin görüşü ilə bu məsələyə son qoyuldu. Prezidentlər tərəfindən verilən mesajlara baxanda dəqiq görmək olur ki, onlar Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhkəmləndirilməsini istəyirlər. Əminəm ki, bu mesajlar eşidiləcək və yenidən iki ölkə arasında müvafiq atmosfer bərpa olunacaq. Sözsüz ki, prezidentlərin etibarlı və açıq danışıqlarını ancaq alqışlamaq olar. Ümid edək ki, bu danışıqlar Rusiya-Azərbaycan münasibətlərinin tam bərpa olunmasına xidmət edəcək. Putinin dediyi kimi, bunu dövlətlər arası münaqişə adlandırmaq çətindir. Sözsüz ki, bu ağır və insanların ölümü ilə nəticələnən bir münaqişə idi və bu münaqişəni ignor, yəni göz ardı etmək olmazdı. Çox yaxşı oldu ki, prezidentlər görüşdü və Rusiya prezidenti tərəfindən təyyarə qəzası ilə bağlı faciənin tam mənzərəsi aydınlanmış oldu. Ekspertlər hesab edirlər ki, Rusiya-Azərbaycan münasibətləri hər zaman dalğavari inkişaf edib. İki ölkə arasında indiyədək həyata keçirilən layihələr Moskva ilə Bakını bir-biri ilə əməkdaşlıq etməyə sövq edir. Putinin də dediyi kimi, baş verənlər iki ölkə arasında dövlətlər arası münaqişə deyildi. Emosiyaların münaqişəsi idi. Bu, həqiqətən də belə idi. Çünki iki ölkə arasında iqtisadi münasibətlərə ziyan dəyməmişdi. Ticarət dövriyyəsi artmağa davam etmişdi. Bu, həqiqətən də emosional gərginlik idi. Fikrimcə bu, Azərbaycana lazım idi. Azərbaycan bununla regionda middle power olduğunu sübut etdi. Sübut etdi ki, bu ölkə hətta nəhəng, güclü qonşusu qarşısında belə əyilmir. Düşünürəm ki, Azərbaycan məqsədinə çatmış oldu. Bu, Azərbaycanın diplomatik qələbəsidir. Mən bunu deməyə qorxmuram. Çünki bu, açıq-aydın görünür. Rusiyalı ekspertlərin fikrincə rəsmi Moskva proseslərin bu şəkildə cərəyan edəcəyini gözləmirdi. Azərbaycanın qısa müddətdə təyyarə qəzasını da, Yekaterinburq hadisələrini də unutacağı düşünülürdü. Amma belə olmadı. Münasibətlərin gərgin tonda davam etməsi isə birinci növbədə Kremli narahat edirdi və təyyarənin vurulmasına dair etiraflar və açıqlamalarla Rusiya tərəfi bu gərginliyi yumşaltmağın ən doğru qərar olduğunu anladı. Fərid Əkbərov, İTV Xəbər, Moskva.